Niyə görə insanlar şəbəkə biznesi ilə məşğul olmaq istəmirlər? Birincisi, bu bir inanclardır. Məsələn, Azərbaycanda elə bir düşüncə var ki, şəbəkə biznesi prestijli deyil. Yəni, şəbəkə biznesini ciddi qəbul etmirlər. Gələn insanlar deyirlər, mən insanları dəvət etmək istəmirəm və yaxud mən burada satmaq lazımdır, mən satış etmək istəmirəm. Bu isə tipik kütlənin düşüncəsinin nəticəsidir. Amma şəbəkə biznesinə bir satış meneceri kimi, bir sahibkar kimi, bir marketoloq kimi baxsaq, bu əslində möhtəşəm bir biznes modelidir. Çünki burada heç bir risk etmədən, güclü rəhbərlə, güclü təlimlərlə, mükəmməl sistemlə, heç bir iş sektorunda olmayan bir qazanca çata bilərsiniz. Mən başa düşə bilmirəm ki, insan bunu necə seçməyə bilər? Əsasən, şəbəkə biznesi ilə məşğul olmaq istəməyən insanlar çox egolu insandılar. Bu insanlar həmişə fikirləşirlər, ay mən kiməsə nəsə təklif edərəm, mənə nə deyərlər, mənə gülərlər. İnsanlara nəsə təklif edəndə elə bilərlər ki, mən onlara nəsə məcbur edirəm, mənim əzlərim. Başqalarının fikri sizi maraqlandırmamalıdır. Bu insanlar sizin borclarınızı ödəyirlər, xeyr. Sizi səyahətə aparırlar, xeyr. Yaxşı, sizin övladlarınızı geyindirirlər, yedizdirirlər, xeyr. Bəlkə sizin övladlarınızın təhsil haqqını ödəyirlər, xeyr. Bəs onda niyə onların fikirləri sizin biznesinizə təsir etməlidir?